Əməkdar ibtidai insan Əlövsət dayı yenə iş başında. Əvvəlcə torpağı bellədi, xışı icad elədi, beləcə xış əkinçiliyi başladı. Biotəmiz fermer dövrü açıldı. Amma piyada gəzmək olmaz axı. Vəhşi atı əhliləşdirdi, dedi, budur tarixin ilk Formula 1 maşını. Artıq qonşu kəndə 3 günə yox, 3 saata gedəcəkdi. Tayfalar böyüdü, ittifaqlar quruldu, erkən Tunc dövrü başladı. Tuncdan qılınclar, baltalar düzəldi, ilk savaşlar başladı və Əlövsət artıq general dayı idi. Hətta deyərdim, Rommel onu görsəydi, fəxr eləyərdi. Orta Tunc dövründə bazarlar yarandı. Sənətkarlar, boyalı qablar, saxsı odaqları. Əlövsət bir qoyunu 2 qabla dəyişib dedi, yenə aldandıq, amma mədəniyyət belə yaranır. Son Tunc dövrü, yazı, ticarət, qurqanlar, katib, yaz ora, qonşu qəbilə borcu hələ qaytarmayıb. Tarix yazıldı, dövr dəyişdi, amma Əlövsət dəyiq hələ də buradadır. Bəs sən onu növbəti hansı dövrdə görmək istəyirsən? Deyə yaz, abunə ol və like elə.